Bilirəm ki, hamı artıq bu filmə baxıb, amma mənim vecimə də deyil. Mən bu filmi sevirəm. Sylvester Stallone bu filmin ssenarisi ilə rejissorları və studiyaları gəzəndə demək olar heç kim bu filmi çəkmək istəmirdi. Çünki hamı artıq düşünürdü ki, boksçular haqqında filmlər keçmişdə qalıb. Ssenari John J. Avaldsonun əlinə düşəndə Stallone demək olar ona yalvarırdı ki, o açıb heç olmasa bir neçə səhifə oxusun. Və John öz növbəsində ssenarini açıb, məşqdən evə qayıdıb, evcil tısbağalarını yedizdirən boksçu haqqında hekayəyə aşiq oldu. Söhbət təbii ki, birinci Rocky-dən gedir. Bu film 1 milyon dollar büdcə ilə çəkilmişdi və dünyada 225 milyon dollar toplamışdı. Ən yaxşı rejissor, ən yaxşı film və ən yaxşı montaj işi nominasiyalarında Oscar mükafatçısıdır. Əgər motivasiyan çatmırsa, bu filmə mütləq ki bax. Əvvəl baxmısansa belə. Və unutma, söhbət hansı gücdə zərbə endirməyində deyil, hansı gücdə zərbəyə dözüb ayağa qalxıb davam eləməyindədir.